Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr. Bugün yenə kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən mühazirəmiz davam edir və mövzumuz belə adlanır. Kompleks dəyişənli funksiyalar sırası. Buna sadəcə olaraq kompleks dəyişənli funksional sırada demək olar. Söhbət kompleks dəyişənli funksiyalarda gedəndə qısaca olaraq funksional sıra da demək olar. Biz həqqi dəyişənli funksiyalarda funksional sıra deyirdik. Söhbət orada həqqi dəyişənli funksiyalardan gedir. İndi burada söhbət mövzu kompleks dəyişənli funksiyalardan getdiyindən burada da kompleks dəyişənli funksional sıra və ya qısaca olaraq funksional sıra demək olar. Tərif. Hədləri D oblastında təyin olunmuş F1Z, F2Z və s. FNZ və s. kompleks dəyişənli funksiyalardan düzəldilmiş F1Z plus F2Z plus və s. plus FNZ plus və s. bərabərdir N1-dən sonsuzluğa FNZ ifadəsinə kompleks dəyişənli funksional sıra deyilir. Tərif. Z bərabərdir Z0. O da daxildir D. Nöqtəsi üçün N1-dən sonsuzluğa FNZ0 ədədi sırası yığılandırsa, bu halda Z0 nöqtəsinə yığılma nöqtəsi deyilir. Tərif. Bir funksional sırasının yığıldığı bütün Z nöqtələr çoxluğuna bu sıranın yığılma oblastı deyilir. Z nöqtələr çoxluğuna bütün Z nöqtələr bir sırasının yığıldığı bütün Z nöqtələr çoxluğuna bu sıranın yığılma oblastı deyilir. Və bir şey xatırladım ki, biz ali riyaziyyat dərs 56-da həqqi dəyişənli funksional sıralarda olduğu kimi burada da funksional sıranın, yəni kompleks dəyişənli funksional sıranın yığılma oblastını tapmaq üçün yığılma əlamətlərindən istifadə edəcəyik. Yəni burada D'Alembert, Cauchy əlamətlərini, əlamətləri tətbiq edib yığılma oblastını tapacaq və mən bunlara ait misal nümunələri göstərəcəm. Tərif. SNZ bərabərdir cəm K1-dən N-ə qədər FKZ buna 2 deyək. 2 cəminə bir sırasının N-inci xüsusi cəmi deyilir. N-inci xüsusi cəmi deyilir. Tərif. İxtiyari Z daxildir D. Nöqtəsi üçün limit N yaxınlaşanda sonsuzluğa SNZ limiti varsa bu limitə 1
sırasının bir sırasının cəmi deyilir və SZ bərabərdir limit n yaxınlaşanda sonsuzluğa SNZ kimi işarə olunur. İndi mən sıranın qalıq həddini deyim və sonra müntəzəm yığılmanı biz mühazirəmizi davam edək. Tərif. NZ bərabərdir SZ çıxılsın SNZ, bu da bərabərdir Fn plus 1Z plus Fn plus 2Z plus vesaire fərqinə bir fonksiyonal sırasının qalığı deyilir. Bir fonksiyonal sıra fərqinə bir fonksiyonal sırasının qalığı deyilir. Aydındır ki, bir sırası Z nöqtəsində SZ funksiyasına yığıldıqda limit n yaxınlaşanda sonsuzluğa Rnz qalığının limiti sıfıra bərabərdir. Tərif. İxtiyari epsilon böyükdür sıfır ədədi üçün elə n bərabərdir n epsilon nömrəsi varsa ki, ixtiyari z daxildir D, ixtiyari kiçik n böyükdür böyük n üçün SZ minus SNZ fərqinin modulu kiçikdir epsilon münasibəti ödənildikdə bir sırasına D oblastında müntəzəm yığılan sıra deyilir. Tərif. Və tərifi deməzdən əvvəlcə deyim ki, müntəzəm yığılmanı da biz araşdıracağıq, yəni onu da misal üzərində yoxlayacağıq. Tutaq ki, n birdən sonsuzluğa Fnz fonksiyonal sırasının hər bir həddi ixtiyari z daxildir D oblastında üçün Fnz modulca kiçikdir bərabərdir alfa n, alfa bərabərdir 1, 2 və s. Buna deyək 3 var, 4 bərabərsizliyi ödənilir. Bu halda n bərabərdir 1-dən sonsuzluğa qədər Fnz fonksiyonal sırasına majorantılanan sıra deyilir. Alfa 1 plus alfa 2 plus vesaire plus alfa n plus vesaire, bu da bərabərdir cəm n birdən sonsuzluğa qədər alfa n sırasına isə
Buna deyək 5. Sırasına isə onun majorantı deyilir. Deməli, bu sıra yazıldı FNZ, N1-dən sonsuza sırası bu şərtini ödədikdə bu sıraya majorantlanan sıra 5 sırasına isə onun majorantı deyilir. Və biz bunu misal üzərində göstərəcəyik. İndi məşhur Weierstrass əlamətini teorem deyəcəyik. Sonra biz misal nümunələri göstərək. Teorem Weierstrass əlaməti. Teorem Weierstrass əlaməti. D oblastında yığılan majorantı olan D oblastında yığılan majorantı olan fonksiyonal sıranın həmin oblastda müntəzəm yığılandır. Gəlin bir də deyirəm, D oblastında və ya çoxluğunda yığılan majorantı olan fonksiyonal sıra həmin oblastda müntəzəm yığılandır. Misal göstərəcəyik. İndi qeyd edək, D oblastında müntəzəm yığılan sıranın əsas xassələr hansılardır ki, biz o xassələrdən istifadə edəcəyik. Xassə 1. Hər bir həddi D oblastında kəsilməz və bu oblastda müntəzəm yığılan fonksiyonal sıranın cəmi də D oblastında kəsilməz funksiyadır. Xassə 2. Hər bir həddi D oblastında kəsilməz və bu oblastda müntəzəm yığılan fonksiyonal sıranı ixtiyari el daxildir D əyrisi üzrə hədd və hədd inteqrallamaq olar. Yəni, integral el əyrisi üzrə cəm n1-dən sonsuzluğa f nz dz bərabərdir. Cəm n1-dən sonsuzluğa integral el əyrisi üzrə f nz dz və bu da bərabərdir. El əyrisi üzrə integral sz dz bərabərliyi doğrudur. Bərabərliyi doğrudur. Xassə 3. Hər bir həddi D oblastında analitik olan və bu oblastda müntəzəm yığılan fonksiyonal sıranın cəmi də D oblastında analitik funksiyadır və bu sıranı hədd istənilən tərtibdən diferensiyallamaq olar. Yəni, n1-dən sonsuzluğa f(z) törəməsi bərabərdir. Cəm n1-dən sonsuzluğa fn(z) bərabərliyi doğrudur. Bunu bir tərtibdən yazdım, istənilən tərtibdən
hədbəhəd diferensiyallamaq olar. İndi biz bu dediklərimizə, yəni kompleks dəyişənli funksional sırayət bir neçə məsələ həll edəcəyik. Məsələ 1. Məsələ 1. Cəm n1-dən sonsuzluğa qədər n bölünsün z minus i üstü n. Z daxildir S kompleks ədədlər çoxluğuna. Sırasının yığılma oblastını tapın. Sırasının yığılma oblastını tapın. Həlli. Əvvəldə qeyd elədiyim kimi, necə hərfi dəyişənli funksional sıralarda olduğu kimi, burada da sıraların yığılması üçün yığılma əlamətlərini istifadə edəcəyik. Hansı yığılma əlaməti münasibdirsə də biz o əlamətdən istifadə edəcəyik. Məsələn, bu sıra üçün dalan bir əlamətini tətbiq edək. Göründüyü kimi burada əgər n-ci həddə u, n, z desək, bu bərabərdir n bölünsün z minus i üstü n, un plus 1 z bərabərdir n plus 1 bölünsün z minus i üstü n plus 1. N-ci və n plus 1-ci həddi yazırıq. Dalan bir əlamətində n plus 1-ci həddin n-ci həddə nisbətinin modulunun limitini n yaxınlaşanda sonsuzluğa hesablayacağıq. Yəni, bu olur belə. Limit n yaxınlaşanda sonsuzluğa modul işarəsi daxilində un plus 1 z bölünsün un z bərabərdir. Limit n yaxınlaşanda sonsuzluğa modul işarəsi daxilində un plus 1 z həddinin qiymətini yazıram. N plus 1 z minus i'nin üstü n plus 1. Və ikisi də kəsr ədəd olduğundan bilirik ki, kəsr ədədlərdə bölənin tərsinə vurmaq lazım. Deməli, un plus 1 z-in qiymətini un z-in tərsinə vurmaq lazımdır. Yazıram. Z minus i üstü n bölünsün n modulca. Və burada ixtisarı aparırıq. Z minus n plus 1 ixtisar eləyəndə burada z minus i qaldı. Bərabər oldu limit n yaxınlaşanda sonsuzluğa. Ayrı-ayrı modullar nisbətində yaza bilərəm. Deməli, n plus 1 bölək n-i bir qruplaşdırıb yazıram. N plus 1 bölünsün n ayrı-ayrı modullarda yaza bilərik və vurulsun 1 bölək z minus i modulca. 1 bölək modulca z minus i. Bu da bərabərdir. N-dən asılı olmayan, z-dən asılı ifadəni limit işarəsi xaricinə çıxardırıq. 1 bölək modulca z minus i və aldıq. Müsbət olduğundan n plus 1 bölək n. Bunu modul işarəsindən çıxardırıq, yazırıq limit n yaxınlaşanda sonsuzluğa. N plus 1 bölək n. Bu limit də bildiyiniz kimi vahidə bərabərdir. Çünki 1
z minus i vuraq limit n-ə böləndə alırıq belə. 1 minus plus 1 plus 1 bölək n. Bu da sıfıra yaxınlaşır. 1 verdi. Deməli ifadəmiz oldu. 1 bölək z minus i. 1'ə vuranda öz alınır. Və bunu bura gətirib n sonsuzluğa yaxınlaşmanı hesablayandan sonra biz bilirdik ki, yığılma əlamətlərindən alınan ifadə vahiddən kiçik olmalıdır. Yığılan olması üçün sıranın. Deməli onda yazırıq kiçikdir vahid. Və bunu mən necə edirəm? Tam aydın olması üçün buradan çıxır ki 1 bölək modulca z minus i kiçikdir 1. Minus 1 kiçikdir 0 yazıram. 1'i keçirdirəm sol tərəfə. Və buradan alıram. Modulca z minus i-də 1 minus modulca z minus i. Bu da kiçik olmalıdır. Sıfırdan. Bu ifadə məxrəc sıfırdan böyükdür. Kəsirin sıfırdan kiçik olması üçün surət kiçikdir sıfır olmalıdır. Çünki məxrəc modulda müsbətdir. Burada isə vahid çıxaq modul z minusu kiçikdir sıfır oldu. Buradan çıxır ki 1 minus z modulca z minus i kiçikdir sıfırdan. Və alıram mənfi 1'ə vursam hər iki tərəfini bu bərabərsiliyin. Z minus i modulca böyükdür. Minus 1 böyükdür 0, o da böyükdür vahid alınır. Deməli biz əsas hissəsini, bu sıranın yığılma oblasını tapdıq. Z minus i modulca böyükdür 1. Bunun həndəsi mənasını deyim. Sonra sonunu davam eləyək. Buna görə də misalın özünü silək. Və deməli kiçikdir 1 şərtindən aldıq ki modul z minus 1 bax burada kiçikdir 1 şərtindən aldıq ki z minus i böyükdür 1. Bu mərkəzi i nöqtəsində radiusu vahidə bərabər olan çevrə xarici, dairə xarici nöqtələrdir. İndi biz çevrənin üzərində onun mahiyyətini deyək. Deməli, çevrə dairə xarici nöqtələrdir. Gəl çevrə üzərində də yoxlayaq. Çevrə üzərində nə olacaq? Z minus i bərabərdir vahidə. Və z minus 1 bərabərdir vahid olanda bizim sıra verilən sıra düşür bu şəkildə. N birdən sonsuzluğa n. Bu sırada dağılandır. Bu sırada dağılandır. Deməli, indi ümumiləşdirə bilərik fikrimizi. Verilən sıra modulca z minus i böyükdür, bərabərdir 1. Böyükdür 1. Çevrə və dairə xarici nöqtələr çoxluğunda yığılandır. Yəni ancaq dairənin daxilində dağılan olur. Və biz bunu oblast şəklində yazaq. Beləliklə verilən sıra D bərabərdir. Elə z'lərdən ibarətdir ki, z minus i modulca böyükdür 1. Oblastında mütləq yığılandır. İndi başqa bir misala baxaq. Deməli, bizim misalın cavabı oblastında müntəzəm yığılandır. Mütləq yığılandır. Misal 2'ni yazaq.
Deməli, məsələ 2-də şərti yazıram. N birdən sonsuzluğa cəm N birdən sonsuzluğa Z üstü N bölünsün N kvadrat. Z daxildir Z S kompleks ədədlər çoxluğuna. Sırasının yığılma oblastını tapın. Sırasının yığılma oblastını tapın. Və onun həmin oblastda müntəzəm yığılan olduğunu göstərin. Və onun həmin oblastda müntəzəm yığılan olduğunu göstərir. Oblastda müntəzəm yığılan olduğunu göstərir. Həlli. Əvvəlcə sıranın yığılma oblastını araşdıraq, sonra onun müntəzəm yığılmasını göstərək. Misalın özünə baxırıq, yəni sıranın verilməsinə baxırıq. Görürük ki, burada da dalan bir əlamətini tətbiq eləmək lazımdır. Bu sıranın da yığılmasını göstərmək üçün yenə dalan bir əlamətini tətbiq edək. UNZ olacaq bərabərdir Z üstü N bölək N kvadrat UN plus 1 Z bərabərdir Z üstü N plus 1 bölünsün N plus 1'in kvadratı. Və bunların nisbətinin UN plus 1 Z'in UN Z'ə nisbətinin modulunu, limitini hesablayaq. Yəni dalan bir əlamətini tətbiq edək. Olacaq limit N yaxınlaşanda sonsuzluğa modulca UN plus 1 Z bölünsün UN Z bərabərdir. Qiymətlərini nəzərə alırıq. Limit N yaxınlaşanda sonsuzluğa UN plus 1 Z'in qiymətini yazıram bayaqki kimi. Z'in üstü N plus 1 bölünsün N plus 1'in kvadratı və vuraq UNZ onun tərsinə. Tərsi olacaq N kvadratı bölünsün Z üstü N. Z üstü N modulda bərabərdir. İxtisarlara aparırıq. N plus 1 dərəcə bu oldu. İxtisar oldu. Burada qaldı Z. Aldım belə limit N yaxınlaşanda sonsuzluğa N bölək N plus 1'in kvadratı N bölək M kvadrat bölək N plus 1'in kvadratını qruplaşdırdım. Kvadratı möhtərizə xaricində yazdım. Vuraq modulda Z qaldı. Çünki bunu modulsuz yaza bilərik. Müsbətdir. Həm də kvadratla yazanda bilirsiniz, modulun kvadratı elə modul işarəsi daxilində olan ifadənin kvadratına bərabərdir. Olacaq burada modulda Z. N-dən asılı deyil modul Z. O limit işarəsi xaricinə çıxır. Modul Z limit N yaxınlaşanda sonsuzluğa bu oldu M bölək M plus 1'in kvadratı. Və möhtərizə işarəsi daxilində surəti də, məxrəci də hamının başa düşməsi üçün
N'ə bölüb yazıram belə. Modul Z limit N yaxınlaşanda sonsuzluğa oldu burada. N'ə böləndə 1, 1 plus 1 bölək N'in kvadratı. 1 bölək N sonsuzluğa yaxınlaşanda sıfıra yaxınlaşır. İfadə vahidə yaxınlaşdı. Deməli, bütöv bu ifadə isə modul Z vuraq 1 olur. O da ki, elə modul Z-in özünə bərabərdir. İndi burada biz aldıq və əlamətə görə qalan bir aldığımız ifadə kiçikdir 1 olmalıdır ki, verilən sıra yığılsın. Deməli, kiçikdir 1 yazırıq. Bu isə nə deməkdir? Mərkəzi koordinat başlanğıcında radiusu 1-ə bərabər olan dairə nöqtələr çoxluğudur. Deməli, onu həndəsi də göstərə bilərik. Bax, belə. X oxu, Y oxu və burada radius vahidə bərabərdir. 1-ə bərabərdir radiusu. Bu, dairə, daxili nöqtələr çoxluğudur, yığılma oblası. İndi biz bunu araşdıracağıq, bir də çevrənin üzərində. Görək, bu çevrə üzərində verilən sıra yığılırmı, dağılırmı? Ona görə də çevrə üzərində araşdırmaq üçün çevrə modul Z bərabərdir 1. Bunu nəzərə alırıq verilən sırada. Onda nəzərə alandan sonra biz belə bir sıra alırıq. N1-dən sonsuzluğa 1 bölək N kvadratı. Bizə də ədədi sıralardan məlumdur ki, burada izah eləyim, silib başa salınmır. Məlumdur ki, cəm N1-dən sonsuzluğa 1 bölünsün N üstü alfa sırası alfa böyükdür 1 olanda yığılır. 2. Alfa kiçikdir, bərabərdir 1 olanda dağılır. Bizdə alfa 2-dir, 1-dən böyükdür. Deməli, onda bu sıra yığılır. Əsaslandırdıq, silə bilərik buranı və deməli, sırası yığılan sıradır. Bu sıra yığılır. Biz nə aldıq? Dairə daxilində də yığılır, çevrənin üzərində də yığılır. Deməli, onda bu sıranın, verilən sıranın yığılma oblastı dairə və çevrələr nöqtələri çoxluğundan, dairə və çevrə nöqtələr çoxluğundan ibarətdir. Dairə və çevrə nöqtələr çoxluğundan ibarətdir. Yəni, yığılma oblastı D bərabərdir elə Z-lərdən ibarətdir ki, modul Z kiçik bərabərdir 1. Bax, çevrə və dairə nöqtələr çoxluğundan ibarətdir. Burada yığılır. Bu, yığılmasını göstərdi. İndi biz bunun müntəzəm yığılan olduğunu göstərək. Artıq yığılma oblastımızı tapdıq. Verilən sıra radiusu 1-ə bərabər olan dairə və çevrə nöqtələr çoxluğunda mütləq yığılır. Məsələnin, sualın cavabı. İndi müntəzəm yığılmanı gözləyir. Bunu silə bilərik. Müntəzəm yığılan olduğunu göstərmək üçün D oblasında U, N, Z bizdə dedik ki, bu şəkildədir. Z üstü N bölünsün N kvadrat. Buradan alınır ki, modulca U, N, Z bərabərdir modulca Z üstü N kvadratı. Bu isə kiçik bərabərdir 1 bölək N kvadratı. Yəni, verilən sıra majorantılanan sıradır və onun majoranты da 1 bölək N kvadratıdır. Onda bu sıra majorantılanan olduğundan biz də bu majorantılanan sıra haqqında, yığılması haqqında V-iştiras əlamətini dedik. Onda verilən
sıra, verilən sıra Weierstrass teoreminə görə, əlamətinə görə müntəzəm yığılır. Sıramız majorantılanandır və oblastda yığıldığından həmin oblastda müntəzəm yığılandır. Bu da ikinci məsələmizin həlli. İndi üçüncü məsələmizi həll edək. Məsələ 3. Məsələ 3-də verilir. Cəm n birdən sonsuzluğa n vuraq 2 üstü n z minus 3 i'nin üstündə n və z daxildir S kompleks ədədlər çoxluğundadır. Z fərqlidir 3i. Sırasının yığılma oblastını tapın. Sırasının yığılma oblastını tapın. Həlli. Həmişə sıranın yığılma oblastını tapmaq üçün verilən sıraya diqqətlə baxmaq lazımdır. Yəni o koşu əlamətindən, dalan bir əlamətindən, hər hansı bir əlamətindən hansına münasib hesablamaq. Ona görə də onu hökmə yazmaq. Bizdə n-ci həddi yazaq. U, n, z olacaq. N vuraq 2'nin üstü n bölək z minus 3i üstü n. Qüvvət şəklində ifadələr məxrəcdə də, surətdə də verildiyində biz bura koşu əlamətini tətbiq eləyək. Yəni, müsbət ədəd sıraların yığılmasındakı koşu əlamətinin modulca UNZ-in n-ci dərəcədə kök altına tətbiq eləyək. Olacaq belə. Yazırıq koşu əlamətinə görə limit n yaxınlaşanda sonsuzluğa n-ci dərəcədən kök altında modulda UNZ qiymətini yerinə yazaq, bərabərdir. Limit n yaxınlaşanda sonsuzluğa n-ci dərəcədən kökün altında n vuraq 2'nin üstü n bölünsün 3 minus z minus 3i üstündə n. Və buradan biz alırıq belə. Bu bərabərdir, bu oldu. Modul işarəsi daxilində. Aha, bərabərdir. Modul işarəsində yazdı. Məxrəc n-lə n ixtisar z minus 3i çıxdı. Deməli, bu bərabərdir. Modulda limit n yaxınlaşanda sonsuzluğa 1 bölək modulda z minus 3i. Fikir verin, n-ci dərəcədən məxrəci çıxartdıq və surətdə aldıq. 2 üstü n-dən də kök çıxır. 2. Diqqətlə baxırsınız və burada n-ci dərəcədən kök altında n qaldı. Bax, bu şəkildə. Deməli, bax bu ifadə n-dən asılı deyil. Biz bunu limit işarəsi xaricinə çıxardırıq. 2'ni də surətdə yazıram. Modulda z minus 3i. Vuraq limit n yaxınlaşanda sonsuzluğa n-ci dərəcədən kök altda n. Bunu hesablayırıq limiti. Mən kənarda
verilən limiti hesablayıb nəticəni tam başa salım. Deməli, kənarda izah eləyirəm. Bu limiti belə yaza bilərəm. Limit n yaxınlaşanda sonsuzluğa n üstü 1 bölək n. Elə n'in yerinə x yazsaq olacaq ekvivalent limit x yaxınlaşanda sonsuzluğa. X'in üstü 1 bölək x. Və bura biz L'Hopital qaydasını tətbiq eləsək, mən göstərim onu. Yazaram, bir də bu enlikdən istifadə edəcəm. Bu bərabərdir, bax, limit. Y'nin üstündə limit n yaxınlaşanda sonsuzluğa 1 bölək x 1 bölək x ln 1 bölək x vuraq ln x. Bax, bu şey yenə 1 bölək x, x'in üstünə qalxır, qüvvətli olur. Y əsasdan, bax, Y üstündə bu enlikdən istifadə elədim. Ln x'in üstü 1 bölək x. 1 bölək x gəldi, bax, bu Y əsasdan, burada Y olduğundan bu elə bərabərdir. X'in üstü 1 bölək x. Bax, bundan istifadə edib yazdım. Davam eləyək. Və L'Hopital qaydasını tətbiq eləsəm, olur belə, bərabərdir. Y'nin üstündə limit x yaxınlaşanda sonsuzluğa ln x'in törəməsi bölək x'in törəməsi, bu da bərabərdir. Y üstündə limit x yaxınlaşanda sonsuzluğa məxrəc vahid verdi, ln x'in törəməsi 1 bölək x. X sonsuzluğa yaxınlaşanda qüvvət sıfıra yaxınlaşır. Bu da bərabərdir 1. Deməli, bu limitin qiyməti tapdıq ki, vahidə bərabərdir. Və burada aldım. Bərabərdir 2 bölək z minus 3i, vahidi də bu ifadəyə vuranda elə bu ifadənin özü qaldı. Belə bir aldıq. Və bu da yenə də yığılma əlamətinə görə kiçik vahid olmalıdır. Kiçik vahid şərtini buradan biz araşdırmalıyıq. Surətdə 2-dir, 2 bölək, bax, belə bir ifadəmizdir. 2 bölək z minus 3i. Yenə də bir vahidi keçirdirəm sol tərəfə. 2 bölək z minus 3i çıxaq vahid kiçikdir 0. Buradan alırıq ki, z minus 3i-də 2 minus modulca z minus 3i-nin modulu. Bu kiçikdir 0 alırıq. Kəsir kiçikdir 0-dan, məxrəc böyükdür 0, bu ifadə böyükdür 0. Onda surət kiçikdir 0 olmalıdır. Buradan çıxır ki, 2 minus modulca z minus 3i kiçikdir 0-dan. Kəsirin 0-dan kiçik olur. Məxrəc ki, böyükdür 0-dan. Onda surət hökmən kiçik 0 olur. Mənfi 1-ə vursaq, buradan alıram modulca z minus 3i böyükdür 2-dən. Deməli, biz artıq əsasən yığılma oblastını təyin elədik. İndi tam araşdıraq. Deməli, bu oblastda verilən sıra yığılır. İndi biz çevrə üzərində bu mərkəzi 3-i radius 2-yə bərabər olan çevrə xarici nöqtələridir. İndi biz çevrə üzərində yoxlayaq. Modulca z minus 3i bərabərdir 2. Çevrəsi üzərində verilən sıranın yığılmasını araşdıraq.
Modulca z-2 bərabərdir 2 olanda verilən sıradan alınır n1-dən sonsuzluğa n sırası. Bu sıra dağılır. Bu sıra dağılır. Deməli, bu sıra dağıldığından bizim sıranın yığılma oblastı çevrə və çevrə xarici nöqtələr çoxluğundan ibarət olacaq. Yəni, D oblastı, yığılma oblastı bərabərdir. Elə Z-lərdən ibarətdir ki, Z modulca Z minus 3i böyükdür 2 çevrə və dairə xarici nöqtələr çoxluğunda yığılır. Onu həndəsi göstərəcəm mənimdir. Həndəsi olaraq bu o deməkdir ki, bax, X, O, Y koordinat sistemini çəkdik. Bilirsiniz ki, burada mərkəz 3-idədir, 3 nöqtəsi. Radius da 2-yə bərabərdir. Radius 2-yə bərabər. Bu yığılır xarici, çevrə və dairə xarici nöqtələr çoxluğunda. Bunu da riyazi olaraq yazmışıq, həndəsi olaraq da o demək ki, bu çevrənin xaricində olan bütün nöqtələr çoxluğunda verilən sıra mütləq yığılır. Bununla da dərsimizi bitmiş hesab eləyirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.